Qaxda Hilltop otelinin qarşısında belə bir tikili var. Bura oteldir. Üzü İllisuya qalxan yolda. Yolun sol tərəfində. Google Map'də baxanda bunun adına fırın yazır. Marağımı cəlb elədi. Gəldim ki, içinə baxam, görüm bu nədir. Amma haqqında internetdə bir məlumat tapa bilmədim. Gələk biraz yaxşı araşdıram. Bəlkə sizin məlumatınız olar, siz paylaşın. İçəridə divarlarda belə tüstü izləri görsənir. Yerdən təxminən 2 metr hündürlükdə belə divarlarda dəmir vurublar, üstünə daş yığıblar. Görünür ki, bunun üzərinə nəsə yığıb, ya kömürmü, ya ətmi, nəsə bir şey yığıb. Bunu yandırırlar, aşağısında ocaq qalırlar burada və onu tüstüyə verirlər, hisə verirlər. Ruslar demiş, kaptit edirlər. Ona bənzətdim. Sizin fikriniz nədir? Sizcə bu nədir? Haqqında bir informasiyası olan varsa paylaşsın, biz də bilək.